Aprel ayına gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntıların miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacaq. İndi isə daha ətraflı. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 8-13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox gözlənilir. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda havanın orta aylıq temperaturu 11-14 dərəcə isti olacaq ki, bu da iqlim norması daxilindədir. Gecələr temperatur 7-12, gündüzlər 13-18, bəzi günlərdə 22-27 dərəcə isti ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox gözlənilir. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəydə havanın orta aylıq temperaturu 6-10 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9, gündüzlər 9-14, bəzi günlərdə 17-22 dərəcə isti ehtimalı var. Aylıq yağıntıların miqdarı da iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var. Şərqi Zəngəzur, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda havanın orta aylıq temperaturu 10-13 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı da iqlim normasına yaxın gözlənilir. Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər, Füzulidə havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr temperatur 7-12, gündüzlər 13-18, bəzi günlərdə 22-27 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı iqlim normasına yaxın gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmazda havanın orta aylıq temperaturu 9-12 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 6-11, bəzi günlərdə 0-4, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcəyə yaxın isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı ehtimalı var. Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada orta aylıq temperatur 13-15 dərəcə isti olacaq ki, bu da iqlim norması daxilindədir. Gecələr temperatur 8-13, gündüzlər 13-18, bəzi günlərdə 28 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı da iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı ehtimalı var. Nəhayət cənub bölgəsi. Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabadda havanın orta aylıq temperaturu 9-13 dərəcə isti olacaq ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12, bəzi günlərdə 0-4, gündüzlər 12-17, bəzi günlərdə 20-25 dərəcə isti olacaq. Aylıq yağıntıların miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.